2016-cı ilin aprel döyüşləri, aprelin 1-i. Azərbaycan Ermənistanın hücumlarına cavab olaraq əməliyyata başladı. Diplomatiyamıza nə tapşırıq verilmişdi? Bax, həmin döyüşlər günlərində. Bilirsiniz, Rusça bir ifadə var. Когда пушки говорят, дипломаты молчат. Toplar danışanda diplomatlar susur. Təbrik edirəm. Sağ ol. Azərbaycan Respublikasına xidmət edirəm. Dövlət katibdən başlamış ABŞ-ın, həm də Rusiyanın, həm sədrlərdən danışma. Onlar 2 saatdan bir zəng qırırdılar. Dayandırın döyüşləri. Amma nazir səviyyəsində mənim həmkarlarım zəng vururdular. Gənə deyirəm də, belə bir dəhşətli bir tələb eləyirdilər ki, yox, nəinki döyüşləri dayandırın, geri çəkilin öz qoşunları. Ki, ermənilər tezdən onları götürsünlər. Tutduğumuz yerləri qayıtsınlar. Tutduğumuz yerləri qayıtsınlar. Çünki orada strateji yüksəklər var. Azad etdiyimiz Lələtəpə yüksəlindən söhbət gedir. Əlbəttə ki, oradan sonra baxırlar da. Onlar da onu başa düşürlər ki, bəs yox, Lələtəpədən də çıxardın qoşunları və s. Əlbəttə cavabı bəllidir.